Bir səmimi etirafa rast gəldim. Röya Ayxanın keçmişdə, belə deyim də, həyat yoldaşı Anar bir maraqlı səmimi etiraf edib ki, həyat yoldaşım icazə vermirdi ki, mən müğənnilə evlənim. Amma mən sözümün üstündə dayandım. Röya'la evləndim, ailə qurdum. Ay kişilər, sonradan bəzi etirafları olur. Sonradan bəzi etirafları olur, amma Anar müəllim deyərdim ki, belə Röya da brilyant kimi qız idi. Brilyant kimi qız idi ki, sənin gəldi həyat yoldaşın oldu. Bilmirəm, valideynlər niyə belə edir? Müğənni olduğuna görə bəzən mən fikir vermişəm, müşahidə etmişəm, rast gəlmişəm, bəzən müdaxilə etmişəm ki, nə olsun müğənnidir. Özünüz də fikir vermişsiniz ki, bir çox müğənnilər, qadınlar ən çox, elə kişilər də, müğənnilər özləri səmimi etiraf edir ki, oğlum müğənni ilə ailə qursa razılaşmaram, qızım müğənniyə ərə getsə razılaşmıram. Bilmirəm, niyə görə? Həmişə məndə sual yaranır. Onların da ürəyi var, qəlbi var, cigəri var, gözü var, qaşı var. Sadəcə olaraq çox adamlardan olan fərq odur ki, onların səsi var. Oxumağı bacarırlar, özlərini sevdirməyi bacarırlar. Onu da deyim ki, o vaxtı bir Boranı restoranı var idi, Nizam metrosuna yaxın bir yerdə. Biz getdik orada çörək yeyirdik və istədilər musiqilər səslənirdi. İstədilər ki, bizdən bir neçə nəfər dedi ki, onda Röya çox populyar idi. İndi də populyardır, onda belə, lap belə də, hamı onu dinləmək istəyir. Dedilər, Röyadan bir mahnı ifa olunsun da, qoyulsun bir diskdən, eşidək. Orada gəldilər, dedilər ki, icazə verilmir. Dedi, kim? Dedi, rəhbərlik. Sonra maraqlandıq, niyə görə, nə üçün? Dedilər ki, bəs buranın rəhbərliyi məhz Röya Ayxanın qaynatasıdır. Gör, nəyə belə müdaxilələr olub? Əsas odur ki, hər şeyində şükür Allaha yaxşıdır Anar müəllim. Məndən bu qədər Sara Zəvra Bahadırdan.